Uzar rayonunun Qarabörk kəndində sakinlər uzun müddətdir ki, qurund sularının artması və kanalizasiya sularının torpağa qarışması nəticəsində ciddi problemlərlə üz-üzə qalıblar. Kənd sakinlərinin sözlərinə görə kanalizasiya suları qurund sularına qarışaraq həyətyanı sahələrə çıxır və bu da ətraf mühitə, həm də insanların sağlamlığına mənfi təsir göstərir. Sakinlər bildirirlər ki, illərdir bu problem həll olunmadığı üçün həyətyanı sahələrdəki meyvə ağacları da quruyur, torpaqda üfunətli iy yayılır və gündəlik həyat çətinləşir. Hər dəfə yağışdan sonra vəziyyət daha da pisləşir. Həyətlərdə su qalxır, pis qoxu ətrafa yayılır. Uşaqları çölə buraxmağa qorxuruq deyə kənd sakinləri bildirib. Məsələ ilə bağlı yerli sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, hələlik problemin tam həlli istiqamətində konkret addım atılmayıb. Sakinlər aidiyyatı dövlət qurumlarından problemin qısa zamanda araşdırılaraq müvafiq tədbirlər görülməsini xahiş edirlər. Əlibala Əsgərov, Orxan Şahbazov.